Hər kəsə salam. Bu gün sizlərə çıtır-çıtır olan çox sevəcəyiniz şorqoğal tarifi paylaşacağam. İlk öncə 2 kiloqram unu bir qaba alırıq və 1 xörək qaşığı droji ilıq südlə qarışdırırıq. Bir xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu və 1 xörək qaşığı sarıkök əlavə edirəm. Qarışdırmağa başlayıram. Sonra 5 ədəd yumurtanı əlavə edirəm və 250 qram xama. Drojumu da əlavə etdim. Yavaş-yavaş qarışdırmağa başlayıram. 200 qram əridilmiş çörək yağından da əlavə edirəm və 1 litr süd əlavə edirəm. Südü yavaş-yavaş əlavə edirəm, yoğura-yoğura. Çünki onun növündən asılı olaraq süddən biraz az istifadə edə bilərsiniz. Xəmir bu vəziyyətə gələnə qədər yoğururam. Üzərini streçləyirəm. Və 1 saat dinlənməyə qoyuram. İndi isə keçək içliyinə. 5 stəkan una 1 böyük xörək qaşığı sarıkök əlavə edirəm. 1 xörək qaşığı duz və 1 xörək qaşığı pul biber. O da qırmızı istiot əlavə edə bilərsiniz zövqə görə və 200 qram çörək yağı əlavə edib yavaş-yavaş qarışdırmağa başlayıram. Uma çalına gətirirəm. Sonra 1 xörək qaşığı üyüdülmüş rəzini əlavə edirəm. Sonra onu tavaya alıb yavaş-yavaş lamxodda qovurmağa başlayıram. Bu vəziyyətə gələnə qədər qovurmağa davam edirəm. İndi isə xəmirimi stolun üstünə alıram. Və xəmiri 2 yerə bölürəm. Böldüyüm bir hissəni qaba alıram və əlimdə qalan bir hissəni 10 hissəyə bölürəm. Çünki mən 2 partiya eləyəcəm şorqoğalını. İndi isə böldüyüm hissələri kündə halına gətirirəm. Artıq 10 dənə kündəm hazırdır. İndi isə yaydıqda stolun üstündə xəmiri genişləndirməyə başlayıram. Hər tərəfi eyni nəziklikdə olacaq şəkildə açmağa başladım. Və üzərinə əridilmiş çörək yağı gəzdirirəm. Sonra bunu fırça yardımı ilə yayıram. Daha sonra hazırladığım ikinci xəmiri üstünə eləyirəm və beləcə üçüncü xəmiri də yaydım. Üstünü yağladım və 3-cü xəmirdən sonra isə üstünə içliyi əlavə edirəm. Yəni deyirəm 2 xəmiri yayıb yağlayıram, 3-cü xəmiri də yağlayıb üstünə içliyi əlavə edirəm. Və bu sistem 5 xəmirə qədər belə davam edir. 5-ci xəmiri yağlayıb içliyi əlavə etdikdən sonra isə burada gördüyünüz 5-ci xəmirdir, axırıncı xəmirdir. Bunun da üzərinə içliyi əlavə edirəm. Hər tərəfinə gələcək şəkildə əlavə edirəm.
İndi isə bölməyə başlayıram. 5 kündədən istifadə etdim. Bir partiya üçün belə hissələrə bölürəm. Sonra isə böldüyüm hissələri bükməyə başlayıram. Bükdüyüm hissələri bir qaba alıram. Üzərini streçləyib və dinlənməyə qoyuram. Artıq dinlənib xəmirlərim. İndi isə həmin xəmirləri gördüyünüz kimi yumru hala gətirib və bişirəcəyim qaba yerləşdirirəm. İndi isə əridilmiş çörək yağını süzgəcdən keçirirəm və qoğalımın üstünə fırça yardımı ilə yayıram. Və üzərinə çörək otu əlavə edirəm. İndi isə sobaya pişməyə qoyuram. Və artıq şorqoğallarım hazırdır və beləcə bütün kündələrimi bu hissələrlə bişirməyə davam edirəm. Eləyən hər kəsə nuş olsun.